Salam. Həkim, mən bir müraciət eləmək istəyirəm. Mənim oğlumun 21 yaşı var. Bəli. Çox arıqdır, çox arıqdır. Hətta istədiyi qız da var, o arıqlığa görə nəsə o da belə zəifən üz döndərmək istəyir, ya nə deyir, o da ona problem. Baş qalxıncı kimi də deyir ki, çox arıq. Baş ağrıları olur. Baş ağrıları olur deyirsiz xanım. Biraz bərk danışın, bizə aydın olsun. Baş ağrıları deyəndə işi belədir ki, kompüterlə deyir, telefonda işləyir. Və günün yəqin ki, bir 24 saatın, bir 18 saatın kompüter arxasında oturur. Bəli. Bəs müəyyən həkimlərdən keçibmi? Müxtəlif müayinələrdən keçibmi? Birisiz, biraz üzr istəyirəm, o babasından çox inciyirdi, ağrıyırdı. Respublika xəstəxanaya ora müraciət elədi, müalicə alındı, amma əməliyyat olunmadı da, yəni elə bir problem yox idi. Qurdunu da yoxlatdıq, elə orada. Vurdu, çıxdı çıxmağına, nə bilim, hansısa valla yadında deyil, onu da müalicə elətdirdik. Dedilər bəlkə ondandır, nə hamısını elətdirdik, qanını yoxlatdıq. İştahı yaxşıdır, yeməyi yəndə... O neçə yaşı var xanım? 21. Və boyu nə qədərdir dediniz? 1.70. 1.70 boyu var, çəkisi indi nə qədərdir ki? Çəkisi valla şeydir, deməli, haradasa 40 neçə, 50-yə yaxın. Zəifdir. Amma nəsildə, konstitusiya, nəsildə arıqlar var. Yox, buranın haqqı yox. Bax, mən də özüm də kökəm. Atası da köktür, o biri qardaşı da köktür. Bizə baxaq, qohum əqrəb hamı lağ edir ki, siz bunu... Aydın oldu. Təşəkkür edirik. Hər halda biraz mövzudan kənar da olsa, biz indi çalışarıq bunu cavablandıraq. 21 yaş düzdür, 18 yaşına qədər uşaqlar uşaq poliklinikalara müraciət edirlər. Ancaq bizim borcumuz da onlara cavab verək. Çünki bu dövrə qədər, yəni nəsildə konstitusional da deyir, elə bir arıqlıq yoxdur. Yəni, burada ola bilər ki, bax, elə o özü də dedi ki, kompüterin qarşısında saatlarla əyləşir. Elə babasının xəstəliyi onun nəticəsidir birinci növbədə. Artıq elə o babasının yaranması özü də mədə-bağırsaqda bir sıra problemlər nəticəsində müşahidə olunur. Mütləq burada birinci mədə-bağırsaq sisteminin baxılmalıdır müalicəsinə. Çünki əgər mədə-bağırsaq sistemi normal deyilsə, həzm olunma prosesi normal deyilsə, burada istəyir nə qədər vitaminlər qəbul olunsun, başqa müalicələr olunsun, bunların heç bir effekti olmayacaq. Xüsusən də onda qurd yumurtası da tapılıb, düzdür, valideyn bilmir hansı mənşəli olubdur və təkrar yenə də həmin müayinəni etdirmək lazımdır. Bəlkə ola bilər ki, tam təmizlənməyib və yeni müalicələr yenə də burada lazımdır. Və təbiidir ki, çalışmaq lazımdır ki, bu uşaq daha çox təmiz havada olsun, fiziki hərəkətlərlə məşğul olsun. Çünki istər-istəməz bu fiziki hərəkətlərdən məhdudlaşma bəzən həm bir tərəfli piylənmə, kökəlmə verir, bəzi hallarda isə belə kareksiya vəziyyətinə gətirib çıxarır. Bir də sinir sisteminin əgər problemi varsa, mütləq nevropatoloqla məsləhətləşə bilər. Təşəkkür edirəm. Ürfan xanım. Mən belə xəstənin yəqin ki, qanı da azdır. Heç olmasa qanını artırmaqdan təri, bir də kökəlməklə təri resept deyə bilərəm. Buyurun. Deməli, götürsün gülünbahar bitkisindən. Bu, mənim reseptim deyil. Rim Ahmedov var. Uzun müddət müalicə ilə məşğuldur. 80-da yaxın yaşı var. Yəni ki, onun sınaqdan çıxmış reseptidir. Deməli, götürülür 100 qram gülünbahar bitkisi, 100 qram toz ağacının tumurcuğu, berezov poçka, 100 qram qulançarın kökü, sparja, 100 qram çistatel, sonra bura əlavə olunur, 100 qram çaqa bitkisi və 100 qram da böyümədənin bitkisi. Bu qarışığı deməli üydürlər, sonra bu qarışıqdan 2 xörək qaşığı, yarım litrə axşamdan termosda dəmlənir. Bir də bura əlavəli 100 qram gecikyan bitkisi, krapiva bitkisi. Bu axşamdan dəmlənir, səhəri gündə 3 dəfə yeməkdən 150 qram qəbul edilir. Bir də var, məsəl üçün, götürürlər 400 qrama qədər almanı, Qızıl Əhməd alma bizdə var, orada Ruslar Antonovka istədilir, bizdə Qızıl Əhməd alma çox gözəl, dəmirlə də zəngindir. Onu duxovkada pişirirlər 400 qram sal ilə, sal istəmirlər, kərə yağı ilə pişirsinlər. Sonra o deməli həll olub pişəndən sonra ayrıca 12 dənə yumurtanın sarısını bir stəkan pesoqla qoqul-moqullayıb ora əlavə eləyirlər. 200 qram da plitka qara çornu şokoladda, qara şokolad əlavə edilir. Onu da deməli çorkadan keçirirlər, un şəklində ya da kovi-moqadan üydürlər. Və bu qarışıq belə qarışdırandan sonra yayırlar siniyə, kletkalara bölüb qoyurlar soyuducuya. Ondan uşaq gündə neçə dəfə istə qəbullaya bilər, ötüb keçib, həm qanını artıracaq, həm də bir də qanı artırmaqdan təri bu dəqiqə üzüm yaxşıdır, üzüm bol vaxtıdır, nə qədər bacarsa, yəni köp vermirsə, üzüm yeyə bilər, belə kişmişdən istifadə eləsin. Bir də pomidor vaxtı, indi keçir o, ən çox gündə, məsəl üçün, baxmayaraq ki, biz pomidora belə baxırıq, amma ki, ondan gündə, məsəl üçün, bir stəkan
şirəni 2 yerə belə içsə, şirəsini çox gözəl qanı artırır. Əslində qalanda son zamanlar bizim pomidor haqqında fikrimiz çox yanlış idi. Bunu alimlər bu yaxınlarda təsdiq edirlər. Böyrəyini biraz nəzərə alsa, heç nə olmasa. Gözəl antioksidanttır, qan yaradan bir bitkidir. Ondan sonra hətta deyirlər ki, mədə xəstəliyində deyirlər ki, pomidor çox yeməyin, amma son zamanlar məlum oldu ki, yemək lazımdır və vacibdir. Yalnız bişmiş pomidordan bir qədər uzaq durmaq lazımdır. O da qastrit yazması olan adamlardan. Yalçın doktor, buyuruz. Tamaşaçımıza ilk növbədə məsləhət görərdim ki, aktivliyi artırsın. Sözsüz ki, uzun müddət istər kompüter və yaxud da digər işlərlə məşğul olan, oturaq işlə məşğul olan insanlarda buna oxşar hallar baş verir. Düzdür, Məsəd xanım qeyd elədi, əksəriyyət hallarda kökəlmə olur. Amma bəzi hallarda belə də olur. Çox güman ki, əslində mən belə qənaətə gəlmişəm ki, əgər xanımın dediyi kimi o kifayət qədər qidalanırsa və yenə də arıqlı öz yerində qalırsa, deməli o mədə-bağırsaq sorulma prosesi, həzm prosesi, yəni yəqin ki, orada bir problem var, o araşdırılmalıdır və müvafiq müalicə almalıdır. O ki, qaldı, qurd olarsa, Tiyazol çayından, yer gəlmişən qeyd eləmək istəyirəm ki, Tiyazol çayı bütün yaşlarda istifadə oluna bilər, əgər qurdlar aşkar olunursa. Bir də sözsüz ki, əksəriyyət kompüter və yaxud da istənilən oturaq işdə məşğul olan insanlarda, uzun müddət ki, onlar aktiv hərəkətlə məşğul olmurlar. Bunların əksəriyyətində çox vaxt, üzr istəyirəm, məcburi sidik saxlamağa, məcburi, belə deyək də, hətta yemək yadlarına düşmür bunların. Birazdan yərəm və s. və uzun müddət, saatlarla ac, susuz qalırlar bunlar və yaxud da təbii tələbatlar ödənilmir. Bunlar hər bir insan, ilk növbədə vacib olan şərtlərdən birisi insanın sağlamlığıdır və insan buna xüsusi diqqət ayırmalıdır. Və sözsüz ki, bu sübut olunub ki, kompüterlər qarşısında çox oturan insanların məsləhətdir ki, kompüterin qarşısında kaktus bitkisini qoysunlar ki, uşaqlanmanı qarşısını alır, azaldır nisbətən. Eyni zamanda o karka kağızı var, rəngli kağızlar ki, o kopyanın surətini çıxartmaq üçün, həmin kağızlar da kömürlə zəngin olduğuna görə onlar da yaxşı sorma qabiliyyətinə malikdir. Bir də əgər mütəmadi baş ağrılar varsa, sözsüz ki, nevroloji problem ola bilər və yaxud da qan təzyiqi ilə bağlı ola bilər. Əgər əsəb pozğunluğu yaranırsa, sedativ çaydan istifadə edə bilərlər. Eyni zamanda Məsəd xanım uşaqlarda olan yuxu pozğunluğu ilə bağlı ətraflı informasiya verdi. Onu demək istəyərdim ki, sedativ çay, o da bütün yaşlarda istifadə olunur. Həm əsəbləri sakitləşdirir, eyni zamanda yuxu siklini normaya salır. Təşəkkür edirəm. Sedativ çayları çox zaman uşaqları hətta aromaterapiya kimi uşaqlar yatarkən bəzən belə məsləhət görür ki, onların yastıqlarının kənarında balaca bir yastıqçıqlar düzəldir. Uşağı həmin çaylarla yaxşı olar ki, qoy ondan nəfəs alsın. Həm yuxu normallaşdırır, həm əsəb sistemini sakitləşdirir. Hətta vannalar da çimizdirə də bilərlər ki, bəzən uşaqlarda yuxu pozğunluğu olanda sedativ çayların xüsusi vannalarından da axşam bunu istifadə edə bilərlər. Təşəkkür edirəm. Əlavəniz var idi, yoxsa nəsə? Vaxtımız varsa... Buyuruz. Bunlardan başqa yuxu pozğunluğunda sakitləşdirici çay Herbaflora şirkəti tərəfindən istehsal olunur, bir də sakitləşdirici yığıntı. Bunlarda müvafiq, yaş uyğun olaraq dozalanır. Bunlarda eyni zamanda həm dəmləmə şəklində və yaxud da vanna şəklində istifadə eləmək olar. Eyni zamanda nevronas şərbətindən də əgər kəskin pozuntular varsa, əsəbi gərginliyi, yuxu pozuntusu və Məsəd xanım əslində gözəl qeyd elədi, otağın havasını dəyişdirmək, havalandırmaq. Bir də ən vacib şeylərdən biri, çox vaxt uşaqların yuxu rejiminin pozulmasına valideynlər çox vaxt səbəb olur. Bunu da belə deyək də, televizorda gedən hər hansı bir verilişlə bağlı və yaxud da davamlı qonaq getmə və yaxud da qonaq gəlmələr sözsüz ki olur və xüsusən baba-nənə yanında qalan uşaqlarda bu daha çox müşahidə olunur. Əzizliyi birazdan yatar və getdikcə günlərlə bu proses davam elədikcə sözsüz ki uşağın rejimi pozulur və artıq insan əslində hər bir şeyə vərdiş edir. Pis şeyə də vərdiş edir, yaxşı şeyə də. Ona görə yaxşı olar ki, uşaqlar üçün xüsusi bir yatmaq saatı ayrılsın. Yatmaq saatı və bayaq siz o sual verdiniz ki,
uşaqlarda bəzən gecə ilə gündüzü səhv salırlar. Yəni, bu prosesdə mən belə deyərdim ki, sadəcə olaraq valideynlər bir həftə 10 gün özlərinə əziyyət versələr, bir həftə 10 gün müddətində bu prosesi qaydasına sala bilməli, bərpa olunur. Elə Yalçın doktor dedi, o televizora analar baxır, bax, uşaqların yuxu pozuntularının çox səbəblərindən biri də indi multiklər, yəni əvvəllər biz bilirdik ki, uşaq səviyyəsində olur. İndiki çox qorxulu multiklərə baxırlar. Demək sizə bir şey deyim də, görünür, qabaq belə bir şey vardı ki, bilirsiniz, qlavlit var idi, hər şeyin bir qarşısını kəsən, burada icazə olmaz, burada olar, burada olmaz. Buna görə də elə mən özüm də həmən o balaca cizgi filmlərində böyümüş bir insanam da. Məsələn, orada bir insana rəğbət, insana sevgi aşılanırdı. Aqressiyadan uzaq idi. Aqressiyadan uzaq idi. Nəticə etibarən həmən cizgi filmlərində böyümüş insanlarda bir xoş xasiyyətli, qəhrəmanlıq hissi, qoçaqlıq, çox gözəl hisslər aşılanırdı. Buna görə də uşaq həmən hisslə də böyüyürdü. İndi siz düz deyirsiniz ki, indi açırsan, əvvəla cizgi filmləri, xüsusən də xarici filmlər elə bir səviyyədə çəkilib ki, güya müasirdir, kompüter və s. və s. Yalnız öldürmək, vurmaq, çaxmaq, neynəmək. Hətta yadınıza gəlirsə bir neçə il bundan qabaq Yaponiyadan verilmiş filmlər nəticəsində çox böyük hadisələr baş verdi. Sonradan məlum oldu ki, 25-ci kadr məsələsidir. Yəni, kadr arası xüsusi, indi bunu verilişimizin mövzusu deyil, amma hər halda bu psixoloji təsir göstərirdi. Nəticə etibarıyla uşaqların psixikası pozulurdu, yuxusuzluq əmələ gəlirdi, uşaqlarda aqressiya əmələ gəlirdi, nəticə etibarıyla çox pis. Buna görə də birinci növbədə uşaqları ekran qabağından çəkmək. Uşaq əgər gündə 1 saat televiziya qabağında oturursa, yəni körpə uşaqdan danışıram mən, indi böyük uşaq məcburdur ki, tutaq ki, məktəbli hansısa bir verilişə baxmalıdır, yetkin insan hansısa bir verilişə baxmalıdır, amma körpə uşaqlar gündə 1 saat, o artıq beynini yumaqla məşğuldur, onun beynində müxtəlif proseslər gedəcək, ziyanlı proseslər gedəcək, nəticə etibarıyla həm yuxu pozulacaq, həm də ki... Çünki bu gündüz yuxu olmayan fazada artıq onun beyin qabığında müxtəlif informasiyalar olur. Məsələn, uşaqlar gəlir, görsən ki, özünü hörümçək adam oxşadır. Çox qorxulu bir psixi dəyişikliklər olur. Uşaq valideyndir ki, mən bunu heç də bacara bilmirəm. Uşaq bu vəziyyətdə özünü aparır və yuxuda da bu problemlər yaranır təbiidir ki. Hətta özlərini o qangsterlərə oxşadanlar və s. nə bilim, cinayətkar, müxtəlif cinayətkar ünsürlərə oxşadan uşaqlar da tapılır. Çünki bütün bunlar hamısı uşaqların gözü qabağında baş verdiyindən uşaq istəyir ki, uşaqda həmişə təqlid eləmək hissi böyük olduğundan onlar da bunu daha çox istəyirlər təqlid eləsinlər. Biz isə qısa reklam fasiləsinə ayrılırıq. Bir də birazdan